Ölkəmizdə ilk dəfə meyitdən 19 yaşlı gəncə ürək köçürüldü. Azərbaycan səhiyyəsi artıq o səviyyəyə gəlib çatıbdır. İndi suallar yazırlar ki, meyitin ürəyi sağlam adama nətər köçürülə bilər? Biz bilirik ki, burada artıq geriyə dönüş yoxdur. Kamran doktor özü belə bir addım atıbmı? Bütün orqanlarımı bağışlamışam. Öz mütəxəssislərimizə inamsızlıq var sanki. Könüllü donor olmaq üçün müraciət edən insanların sayında ciddi artış var. Bəzən əməliyyatlar elə bu əməliyyat kimi saatlarla davam edir. Əməliyyat zamanı mən musiqi dinləyirəm, o mənə çox kömək edir. Hansı musiqiləri sevirsiniz? Yaşım da artdıqca Azərbaycan muğamını daha çox dinləyirəm əməliyyatlarda. Ürək damar xəstəlikləri niyə cavanlaşır? Biz hamımız getdikcə daha oturaq həyat yaşayırıq. Tıxaclar ürəyimizə necə təsir edir? Çox mənfi təsir edir. Ürək nə vaxt dincəlmək istəyir bəs? Ürək sağlamlığı üçün vacib şərtlərdən biri də keyfiyyətli yuxudur. Sevgi olmadan ürək sağlam ola bilər? Kimin ürəyi daha çox sevgiyə köklənibsə, sevgi ilə doludursa, o ürəklər daha çox sağlam olur. Hər vaxtınız xeyir olsun, hər birinizi salamlayıram. Studiyada mənəm İlqar Mehmanoğlu, qonağımız Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək damar cərrahı, professor Kamran Musayevdir. Kamran müəllim, salam, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Mən də hər kəsi salamlayıram. Kamran müəllim, sizi təbrik edirəm. Ölkəmizdə ilk dəfə meyitdən 19 yaşlı gəncə ürək köçürüldü. Bu, hətta ölkəmizdə yox, Qafqazda bir ilk idi və əməliyyat sizin rəhbərliyinizlə baş tutdu. Təbriklərimi çatdırıram sizə. Proses necə oldu? Əməliyyat neçə saat davam etdi? Çox təşəkkür edirəm. Həqiqətən qeyd etdiyiniz kimi bizim ötən ay Mərkəzi Klinikada icra etdiyimiz donordan ürək köçürülməsi, ürək transplantasiya əməliyyatı həm Azərbaycanda, həm də Qafqaz regionunda ilk dəfə icra olundu. Hər şeydən əvvəl bunun tarixi əhəmiyyəti ondan ibarətdir ki, bütün ölkələrdə olduğu kimi bizdə də bir insanın ürəyini siz başqa insana köçürə bilirsinizsə, bu artıq birbaşa o ölkənin səhiyyə sisteminin əsas keyfiyyət göstəricilərindən biri hesab olunur. Bu bütün digər ölkələrdə də belə olubdur və Allaha çox şükür ki, artıq biz ölkəmiz adına bunu rahatlıqla deyə bilərik ki, bəli, bugün Azərbaycan səhiyyəsi artıq o səviyyəyə gəlib çatıbdır. Təbii ki, bunun arxasında uzun illər və böyük əməklər dayanır. Çünki ürək transplantasiyası etmək sadəcə hansısa bir cərrahi proseduradan ibarət deyil. Bu, bundan daha böyük və kompleks bir hadisədir. Belə ki, sizin xüsusilə meyitdən, yəni beyin ölümü baş vermiş şəxslərdən orqanlarını köçürmək üçün hər şeydən əvvəl sizin çox ciddi hüquqi baza tələb olunur ki, bu hüquqi baza da əslində Azərbaycanda, müstəqil Azərbaycanda ilk dəfə 1999-cu ildə Ulu Öndərin vaxtında qəbul olunmuş orqan transplantasiyası haqqında qanun var. Amma bu qanun sonradan təkmilləşdirildi və nəhayət 2020-ci ildə Azərbaycan Respublikasının orqan donorluğu və transplantasiyası haqqında qanun şəklində möhtərəm cənab prezident tərəfindən də təsdiqləndi. Məhz bundan sonra Nazirlər Kabinetinin qərarı ilə 2022-ci ildə koordinasiya mərkəzi yaradıldı və bütün bu işlərin koordinasiyasını, xüsusilə də meyit donorun müəyyən edilməsi, onun tibbi kriteriyalarının müəyyən edilməsi, sosial məsələlərinin həll edilməsi, burada ailə üzvlərindən razılıq alınması ən vacib məqamlardan biridir. Bu işlərin hamısı koordinasiya mərkəzi tərəfindən həll və idarə olundu və bugün də olunur. Və bunların nəticəsində də əlbəttə ki, biz cərrahi əməliyyatı əslində uzun illərdə hazırlaşırdıq. Mən başda olmaq şərti ilə bizim Mərkəzi Klinikadakı komandamız uzun illərdir bu əməliyyat üçün hazırlıq görürdük. Həm kadrların yetişdirilməsi, həm maddi-texniki bazamızın buna uyğun olması. Sizin də bildiyiniz kimi əslində bu əməliyyatın bir əvvəlki mərhələsi olan süni ürək cihazlarının köçürülməsi əməliyyatlarını biz 2012-ci, 2013-cü illərdən etibarən ölkəmizdə və klinikamızda icra etməyə başlamışdıq. Amma donordan, bəli, qeyd etdiyiniz kimi ötən ay ilk dəfə uğurla əməliyyatı icra etdik. Doktor, pasiyentin durumu necədir hazırda? Hal-hazırda pasiyentimizin durumu Allaha şükürlər olsun ki, tamamilə yaxşıdır, keçirdiyi əməliyyata uyğundur. Artıq biz onu xeyli vaxtdır ki, əməliyyatdan 10 gün sonra biz onu evə yazdıq. Arada bizim ambulator qaydada yoxlamalarımıza gəlir gedir və şükürlər olsun ki, hər şey qaydasındadır.
Doktor, neçə nəfər var idi komandanızda? Demək, bu əməliyyatı icra etdiyimizdə məlumat üçün bildirim ki, burada əslində 2 əməliyyat icra olunur. Bu əməliyyatlardan birincisi donordan ürəyin götürülməsi əməliyyatıdır. İkinci isə xəstəyə bu ürəyin köçürülməsi əməliyyatıdır və biz bu əməliyyatları icra etmək üçün təqribən 20-yə yaxın tibbi personal iştirak etdi və onu da qeyd etmək istəyirəm ki, burada sadəcə söhbət cərrahlardan getmir. Burada anestezioloqlar, reanimatoloqlar, kardioloqlar, tibb bacıları, perfizioloqlar və bütün bunların hamısının sinxron bir komanda ruhunda işləməsinin nəticəsində biz uğurlu nəticə əldə etdik. Doktor, neçə saat davam elədi? Əməliyyatımız başlamağımız və qurtarmağımız hardasa 7-8 saata yaxın çəkdi. Yəni biz gecə 4-ün yarısı 4 radələrində başladıq. Artıq saat 11-də biz əməliyyatımızı yekunlaşdırmışdıq. İndi suallar yazırlar ki, meyidin ürəyi sağlam adama nətər köçürülə bilər? Yəni yaşayan bir insana. Mən biraz araşdırdım. Bu əslində beyin ölümü keçirən insanlardır. Elə prosesi istəyirəm siz asan dildə izah edəsiniz. Çox təşəkkür edirəm bu sualınız üçün. Əslində mənim sizin kimi dəyərli media nümayəndələrindən də həm məlumat üçün sizə bildirmək istəyirəm. Bir xahişim var ki, bu əməliyyat olunandan sonra mən gördüm ki, həqiqətən meyit sözü təəssüf ki, daha çox mənfi çalarlar ehtiva etdiyi üçün çoxlu suallar, mənim özümə də şəxsən də çoxlu suallar oldu. Sosial media üzərindən sizin kimi dəyərli media nümayəndələri də, yəni meyitdən necə köçülür? Çünki meyit deyəndə biz Azərbaycanlıların mütləq əksəriyyəti artıq bioloji olaraq ölmüş bir şəxsi, canlını nəzərdə tuturuq. Elə deyilmi? Hamımız elə başa düşürük. Mən burada o insanlara da haqq verirəm. Amma sizin dediyiniz ifadə daha doğrudur. Mən meyit ifadəsindən daha çox beyin ölümü baş vermiş şəxslər demək daha doğru olar. Çünki beyin ölümünün baş verməsi hələ bioloji ölüm deyil. Yəni amma geri dönüşü olmayan bir yoldur. Beyin ölümü geri dönüşü olmayan bir prosesdir. Biz bilirik ki, beyin ölümü geri dönüşü olmayan bir hadisədir. Yəni burada beynin tamamilə funksiyalarını itirməsindən söhbət gedir. Biz onu tibbi olaraq artıq Səhiyyə Nazirliyinin beyin ölümü diaqnozu qoymaq üçün bütün xəstəxanalara göndərdiyi kriteriyalar var. O kriteriyaların əsasında bu xəstələrin yatdığı reanimasiya şöbəsində onun həkimləri o xəstəyə diaqnoz qoyurlar. Beyin ölümü diaqnozu. Və bu diaqnoz qoyulandan sonra biz bilirik ki, burada artıq geriyə dönüş yoxdur. Bunlar beyin ölümü diaqnozu qoyulan xəstələr bir neçə gün içində həyatını itirirlər. Yəni o bioloji ölüm baş verir. Əsl meyit o zaman olur. Amma o müddətdə artıq bir 50-60 ildən çoxdur ki, bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə bu beyin ölümü baş vermiş şəxslərin orqanları digər insanlara, digər ehtiyacı olan xəstələrə köçürülür. Və burada beyin ölümü ifadəsini işlətmək daha doğrudur. Əlbəttə ki, meyit tamamilə bioloji ölüm baş vermiş bir insandan biz orqanı götürüb köçürmürük. Amma beyni ölüb, amma ürək başda olmaq şərtindən digər daxili orqanları canlıdır, hələ də çalışır. Ona görə biz cərrahlar olaraq həm ürəyi, həm də digər orqanları götürüb uyğun üsullarla digər xəstələrə köçürə bilirik. Doktor, Azərbaycanda belə əməliyyatlara ehtiyac çoxdur? Əlbəttə, belə əməliyyatlara bütün dünyada olduğu kimi Azərbaycanda da çox ciddi ehtiyac var. Çünki məsələn, mən öz sahəmdən, kardiocərrahiyyə sahəsindən danışa bilərəm ki, bugün son mərhələyə gəlmiş ürək çatışmazlığı diaqnozu qoyulmuş minlərlə xəstə var respublikamızda və bu xəstələrdə biz bu sahənin mütəxəssisləri olaraq bilirik ki, ən effektiv, ən uzun müddətli müalicə metodu ürək köçürülməsidir, ürək transplantasiyasıdır. Bundan bir əvvəlki metod süni ürək cihazlarının köçürülməsidir, amma onların da nəticələri hələ ürək transplantasiyası qədər yaxşı deyil və biz bu xəstələrə ürək köçürməyəndə düşünün ki, bu xəstələrin təqribən 2 il ərzində tamamına yaxını həyatını itirir. Yəni bu dərəcədə ciddi ağır bir diaqnozdur. Yəni düşünün ki, xərçəng diaqnozu qoyulan bir çox xərçəng xəstələrinin proqnozu bundan çox-çox daha yaxşıdır. Amma son mərhələyə gəlmiş ürək çatışmazlığı olan xəstələrdə
bugünkü təbabətin bizə verdiyi imkanlarla ürək transplantasiyası əlimizdə əslində yeganə uzun müddətli və effektiv müalicə metodudur. Və mən çox sevinirəm ki, həm bir Azərbaycanlı kimi, həm bir Azərbaycanlı kardiocərrah kimi artıq respublikamızda da, öz evimizdə bu müalicə metodu da bizim xəstələrimiz üçün, bizim həmvətənlərimiz üçün artıq əlçatandır. Doktor, beyin ölümü gerçəkləşən insanın yaxınları gərək razılıq versinlər ki, onun orqanlarından istifadə olunsun donor kimi digər insanların həyatını xilas etməkdir. Bu əslində böyük bir addımdır. Bizim ölkəmizdə yenidir. Bu belə bir mədəniyyət formalaşıbmı, yoxsa hələ çətinliklərimiz varmı? Bugünkü qanunvericiliyimizə əsasən siz orqan donoru olmağınız üçün, yəni orqanlarını bağışlamağınız üçün əslində 2 yol var. Bunlardan birincisi və bizim şəxsən daha çox tövsiyə etdiyimiz, insanları dəvət etdiyimiz könüllü donorluqdur. Yəni insanlar sağlığında hamımız orqanlarımızı bağışlaya bilərik və fürsətdən istifadə edərək məsələ artıq onu qeyd edim ki, bunu siz onlayn da edə bilərsiniz. Biraz əvvəl qeyd etdiyimiz orqan donorluğu və transplantasiyası üzrə koordinasiya mərkəzinin saytına girib odtkm.gov.az-dan siz onlaynda öz orqanlarınızı bağışlaya bilərsiniz. Onu da deyim ki, məsələn, bugün bağışladınız, bir ay sonra fikrinizdən dəyişdirdiniz, ləğv edə bilərsiniz. Tamamilə könüllülük əsasına. Bu birinci yoldur. Əgər ikinci yol siz sağlığınızda orqanlarınızı bağışlamamasınızsa, bəli, bugünkü qanunvericiliyə görə sizin birinci dərəcəli yaxınlarınızın birinin yazılı razılığı ilə orqanlarınızı bağışlaya bilərsiniz. Onu qeyd edim ki, orqan bağışlamaq mənə elə gəlir ki, hamımız insanıq. Əlbəttə ki, mən bir həkim kimi bütün insanlara uzun və sağlam ömür arzulayıram və bütün həyatım bu yolda çalışmaqla keçim. Amma həyatın hamımızın qəbul etmək məcburiyyətində olduğumuz reallıqları da var və mən insan kimi də inanıram ki, bir insanın bu dünyadan köçmədən əvvəl edə biləcəyi ən böyük humanizm, ən böyük insanpərvər və xeyirxah addım məhz orqanlarının bağışlanması olar. Yəni düşünün ki, bizim o xəstəmizdə mən fürsətdən istifadə edib o ilk donorumuzun ailəsinə də öz minnətdarlığımı bildirirəm ki, düşünün ki, onun ürəyinin döyüntüləri ilə bugün 19-20 yaşında bir gəncimiz yaşayır. Yəni bundan daha böyük bir yaxşılıq, böyük bir insanlıq nə ola bilər? Maraqlıdır. Kamran doktor özü belə bir addım atıbmı, müraciət edibmi? Bəli, mən özüm könüllü olaraq o bayaq qeyd etdiyim koordinasiya mərkəzinin saytında qeydiyyatdan keçmişəm və bütün orqanlarımı bağışlamışam. Siz orada seçə bilirsiniz birini, hansını istəsəniz, 1, 2, 3 o hansı orqanınızı bağışlaya bilərsiniz. Mən bağışlana biləcək bugün cərrahi olaraq köçürülməsi mümkün olan bütün orqanlarımı bağışlamışam və bütün həmvətənlərimi yaşından, cinsiyyətindən asılı olmayaraq bütün həmvətənlərimizi də orqanlarını bağışlamağa dəvət edirəm. Siz biraz əvvəl sual verdiniz ki, bizdə bu mədəniyyət formalaşıbmı? Mən səmimi bir hissimi sizinlə bölüşmək istəyirəm ki, həqiqətən bu hadisələrin cərəyan etdiyi son 2-3 ildə mən bir daha gördüm ki, biz Azərbaycanlılar həqiqətən çox xeyirxah, insanpərvər və humanist bir millətik, cəmiyyətik. Çünki 2-3 il ərzində Azərbaycan cəmiyyət olaraq artıq bunu, bu ideyanı, bu fikri əxz etdi, həzm etdi və artıq getdikcə daha çox artan sayda bizim insanlarımız ya özünün ya da birinci dərəcəli yaxınlarının orqanlarını bağışlamağa başladı. Düşünün ki, artıq 2022-ci ildə koordinasiya mərkəzi fəaliyyətə başlayıb biz 2 il yarım, 3 il ərzində bugün dünyada köçürülə bilən orqanların əsas etibarilə biz Azərbaycanlı cərrahlar olaraq, Azərbaycan səhiyyəsi olaraq artıq uğurla köçürə bilirik. Düşünürəm ki, burada bizim insanlarımızın bu məsələyə nə qədər müsbət yanaşdığı ən vacib faktordur. Təşəkkür. Doktor, bir də maraqlıdır. Baxın, bir şəxsin razılıq verilir, misal üçün deyə elə ürəyi donor olaraq götürülür. Bunun bir müddəti varmı ki, məsələn, filan qədər saxlanıla bilər, yoxsa götürülür, xüsusi yerlərdə saxlanılır, istənilən vaxt, lazım olan zaman istifadə olunur? Bəli. Bu bütün orqanlar üçün belə bir müddət var. Mən də icazənizlə özümə aid olan orqandan, yəni ürəkdən danışım ki, mənim
hələ Türkiyədə oxuduğum, təhsil aldığım müddətdə elə müdafiə etdiyim, müdafiə mövzum da bununla əlaqədar idi. Normalda standart olaraq sizin donordan götürdüyünüz ürəyi siz 4 saat müddətində saxlama müddətiniz var. Əgər 4 saatdan sonra artıq o ürək köçürülmək üçün yararsız vəziyyətə düşür. Çünki artıq oradakı ürək əzələsindəki hüceyrələr ciddi şəkildə öz funksiyasını itirməyə başlayır. Və bunu 4 saatı artırmaq, 5 saata, 6 saata çıxarmaq üçün müxtəlif tədqiqatlar var ki, bizim də apardığımız tədqiqat elə bununla əlaqədar idi. Amma bugün standart olaraq qəbul olunan 4 saatdır və 4 saatdan sonra köçürülən ürək əməliyyatlarında, ürək transplantasiyasında uğurlu olma ehtimalı daha aşağıdır. Doktor, onda bu əməliyyatlar operativ bir formada keçirilir. Sizə məlumat daxil olur ki, donor var, dərhal ehtiyacı olan şəxs əməliyyata alınır. Tamamilə doğrudur. Burada vaxt çox vacibdir ki, biz o 4 saatında bir var 4-cü saatında ürəyi köçürdürsünüz, bir var 1-ci saatında köçürürsünüz. Bunun da öz fərqi var. Məsələn, bizim 1-ci əməliyyatda biz təqribən 90 dəqiqə müddətində, yəni 1 saat yarım müddətində biz artıq bu prosesi tamamilə yekunlaşdırmışdıq ki, bu dünya standartlarında da yaxşı bir nəticədir və mən düşünürəm ki, bu bizim 1-ci əməliyyatımızın uğurlu alınmasında məhz burada o zaman məsələsini də ciddi riayət etməyimizin də çox müsbət mənada ciddi təsiri var. Mən sizə soruşmaq istəyirəm ki, növbəti belə əməliyyatlar planlaşdırılırmı? Cavabınızdan anladım ki, yəni artıq bu donordan asılıdır. Nə vaxt donor olarsa... Çox gözəl sual verdiniz. Mən ümumiyyətlə mən 24 ildir Azərbaycanda kardiocərrah olaraq işləyirəm. Bütün bu ölkəmizdə icra etdiyimiz əməliyyatlarda, işlərimizdə sadəcə bir dəfə edib, ondan sonra hansısa formada bu işdən vaz keçmək, mən məsələyə elə heç bir zaman elə baxmamışam. Xüsusilə də ürək transplantasiyasına biz uzun illərdir transplantasiya proqramını başlatmaq üçün çalışırdıq və nəhayət ki, Allah qismət etdi. Ötən ay biz bunu artıq de facto başlamış olduq və mən düşünürəm ki, bu transplantasiya proqramını biz davam etdirəcəyik və mərkəzi klinika başda olmaq şərtlə mən inanıram ki, önümüzdəki illərdə artıq ürək transplantasiyası da respublikamızda getdikcə yayılacaq və necə ki, artıq ürək əməliyyatları respublikamızda normal əməliyyatlar kimi artıq vətəndaşlarımız tərəfindən qəbul olunur. Mən inanıram ki, önümüzdəki illərdə ürək transplantasiyası da normal, standart əməliyyatlardan biri kimi qəbul olunacaq. Bu başlanğıc idi. Daha uğurlu işlər bizi irəlidə gözləyir. Kamran müəllim, elə yeri gəlmişkən düşünürəm bu əməliyyat həm də tibbimizə olan inamsızlığı azaltdı. Bu sizin böyük uğurunuz idi. Bu həm də Azərbaycan tibbinin, səhiyyəsinin uğuruydu. Çünki bəzən təəssüf ki, öz mütəxəssislərimizə inamsızlıq var sanki bəzi vətəndaşlarımızda. Mən sizinlə tamamilə razıyam. Bir məqamı çox açıq mən burada bütün səmimiyyətimlə deyə bilərəm ki, doğrudur, biz Qafqaz regionunda ilk dəfə bu əməliyyatı icra etdik və çox şükürlər olsun ki, uğurlu nəticə əldə etdik. Amma bu sadəcə bir kardiocərrahiyyə komandasının və ya kardiologiya komandasının, hətta sadəcə bir klinikanın uğuru deyil. Mən inanıram ki, bu bütün Azərbaycan səhiyyəsinin uğurudur və bunun da bir çox müsbət nəticəsi olacaq. Bunlardan ən vaciblərindən biri də məhz ölkəmizdəki səhiyyəyə olan inamın artırılmasına çox ciddi dərəcədə müsbət təsir edəcək. Onu qeyd edim ki, İlqar bəy, bütün dünyada da ürək transplantasiyasının biraz belə metaforik, simvolik çox mənası var və həkim olmayan, səhiyyənin xaricində olan insanlar üzərində, cəmiyyətin o böyük əksəriyyəti üzərində o mənada çox ciddi təsiri olur və mən inanıram ki, ölkəmizdəki səhiyyəyə inamın artırılmasına çox ciddi təsir edəcək və biz bunun praktik nəticələrini də görürük artıq. Məsələ, onlardan elə biri bu əməliyyatdan sonra könüllü donor olmaq üçün müraciət edən insanların sayında ciddi artış var. Əməliyyat üçün, məsələn, bizim özümüzə də müraciət edən xəstə sayısında ciddi artış var. Çünki artıq insanlar, hamımız eləyik məncə, belə gözümüzlə gördüyümüz, əlimizlə toxunduğumuz daha real şeylərə inanmağa meyillidir insan psixologiyası. Yəni bir var sözlə danışırsınız, bir də var real olaraq cəmiyyətin qarşısına nümunə fakt qoyanda
cəmiyyətin ona inanması da daha asan olur. Və mən çox arzuluyuram və inanıram ki, bu da ümumiyyətlə insanlarımızın Azərbaycan səhiyyəsinə və Azərbaycan həkiminə, Azərbaycan tibb işçisinə inamını ciddi şəkildə artıracaq. Beləliklə Azərbaycan səhiyyəsində yeni səhifə açılır. Bir daha təbrik edirəm. Bu sizin uğurlu əməliyyatınız idi. Bütün komandanızı bir daha təbrik edirəm. Və maraqlıdır, sizə xaricdən təkliflər gəlirmi bu əməliyyatdan sonra? Əlbəttə, xaricdən bizə müraciətlər əvvəllər də olurdu. İndi getdikcə daha da artır. Amma burada xüsusilə biz digər ürək əməliyyatlarını xaricdən müraciət edən xəstələrimizə əməliyyat edirik. İllərdir bunu edirik əslində ölkəmizdə. Amma ürək transplantasiyası üçün əlbəttə burada qanuni bazanın olması lazım. Hal-hazırda onun üzərində də iş gedir. Məsəl üçün, istər qonşu ölkələr olsun, region ölkələr olsun, istər daha böyük miqyasda bu ölkələrlə qanunvericilik bazasında bir razılaşmadan sonra mən düşünürəm ki, necə ki biz ilk əməliyyatımızda regionda Azərbaycanın lider mövqeyini bir daha səhiyyə sahəsində də isbat etdiksə, bu barədə orqan transplantasiyası barəsində Azərbaycanın məhz regional mərkəzə çevrilməsində də çox ciddi uğurlar bizi gözləyir. Doktor, bəzən əməliyyatlar elə bu əməliyyat kimi saatlarla davam edir. Hətta daha çox uzun müddət alan əməliyyatlar var. Bir gərginlik olur yəqin ki, həyəcan olur. Həmin gərginliyi azaltmaq üçün həkimlərimiz nə edir? Məsələn, siz hansı üsuldan istifadə edirsiniz? Yoxsa sizdə ümumiyyətlə gərginlik, həyəcan olmur? Yox, əlbəttə gərginlik, həyəcan olmur demək çox inandırıcı da olmaz. Gərginlik və stres əlbəttə olur, amma bu sizin üçün bir həyat tərzinə çevriləndə artıq onun bir gündəlik olaraq çox da bir əhəmiyyəti qalmır. Çünki mən artıq 96-cı ildən etibarən ürək-damar cərrahı olaraq fəaliyyət göstərirəm. Artıq 29 il bitdi, artıq 30-cu ilə keçirəm və bu mənim üçün həyat tərzidir və işimi də çox ilk günkü qədər sevərək icra etdiyim üçün artıq açıqcası məndə gündəlik belə çox da əlavə bir gərginlik və ya stres yaratmır. Amma əlbəttə mənim də etdiyim xırda para işlər var ki, özümü daha əməliyyat müddətində xüsusilə rahat hiss etmək üçün. Bunlardan da ən birincisi və mənə ən çox kömək edəni əməliyyat zamanı mən musiqi dinləyirəm. O mənə çox kömək edir. Hansı musiqiləri sevirsiniz və əməliyyat zamanı hansı musiqiləri dinləyirsiniz? Bəli, əməliyyat daha sakit ritmlərlə olan, istər klassik musiqi olsun, istər digər musiqilər olsun, sakit ritmli musiqiləri dinləyirəm və biraz da artıq yaşım da artdıqca Azərbaycan muğamını daha çox dinləyirəm əməliyyatlarda. Təşəkkür edirəm, minnətdaram sizə. Ən çox dinlədiyiniz ifaçı, xanəndə, yerli və xarici ifaçı? Valla ən çox yerli ifaçılardan mən Alim Qasımovu və Mənsum İbrahimovu çox bəyənirəm, sevirəm. Yəni bu şəxsi mənim ikisi də dəyərli sənətçilərimizdir. Çox ölkəmizdə bilirsiniz, çox dəyərli sənətçilərimizdən. Onların musiqiləri mənə çox müsbət təsir edir. Xarici musiqilərdən instrumental musiqiləri daha çox dinləyirəm. Məsələn, son zamanlar dinlədiyim İran mənşəli bir Farid Farjad adlı birisi var. Məsələn, onun instrumental piano musiqilərini çox xoşlayıram. Onu saatlarla dinləyirəm. O mənə çox müsbət təsir edir. Amma bu dövrlə də dəyişir əlbəttə ki, məsələn. Aylar içində baxıram ki, əvvəl bu mahnı xoşuma gəlirdi, bunu daha çox dinləyirəm. Bir mahnıya həm də çox qulaq asanda sanki bir müddətdən sonra yorulur insan. Sizdə bilmirəm necədir. Bəli, bizdə də elə. Tamamilə doğrudur. Ona görə zaman içində dəyişir də. Məsələn, baxırsınız, bu il bu mahnını dinləyirdim. Gələn il başqa mahnı dinləyirəm. Radiolara dinləmirsiniz. Radioların aranız necədir? Radio olaraq dinləyə bilmirəm. Çünki əməliyyatda sadəcə musiqidən başqa radioda, arada bəzi radiolarda məsələn xəbərlər olur, bəzisində reklamlar. Ümumiyyətlə əməliyyat zamanı demirəm. Ümumiyyətlə radio dinləyirsiniz? Bəli, Asan radionu dinləyirəm. Təşəkkür Sevə-sevə dinləyirəm mən də. Doktor, ürək-damar xəstəlikləri niyə cavanlaşır? Ürək-damar xəstəliklərinin cavanlaşmasının çoxlu səbəbləri var, amma ən əsas səbəbləri bütün dünyada da bizdə də bizim həyat tərzimizin getdikcə dəyişməsi. Yəni biz 10 illər içində müqayisə etsək, elə Azərbaycanın özündə də həyat tərzimizdə çox şeyin dəyişdiyini görürük. Bunların birincisi, məsələn, bizim qidalanma rejimimiz əgər geriyə dönüb baxsaq, 20 il, 30 il əvvələ görə çox dəyişibdir. Biz Azərbaycanlılar da dünyanın bir çox inkişaf etmiş ölkələrindəki kimi daha çox hazır qidalardan istifadə edirik.
daha yağlı qidalardan istifadə edirik. Bizim onsuz da milli mətbəximiz də kifayət qədər yağlı və ət məhsulları üzərində dayanan bir mətbəxdir. İkinci məsələ, çox təəssüf ki, bizim gənclərimizin də siqaret və digər tütün məmulatlarından daha çox istifadə etməsi. Sizin də diqqətinizi çəkib, məsələ, mən çox üzülərək müşahidə edirəm. Bizim gənc yaşda insanlarımız, hətta gənc qızlarımız, istər siqaret olsun, istər digər tütün məmulatları olsun, onların nə bilim, o bir şey variantları, elektron variantlarını onlardan çox getdikcə daha çox istifadə edirlər. Və ən vacib həyat dəyişikliklərimizdən biri də biz hamımız getdikcə daha oturaq həyat yaşayırıq. Halbuki, xüsusilə ürək-damar xəstəliklərindən qorunmaq üçün bizim bəlkə də edə biləcəyimiz ən birinci şey fiziki aktivliyimizi artırmaq. Biz aktiv olmalıyıq. Amma tam tərsi artıq bugünün şərtləri, sosial, iqtisadi şərtləri hamımızı daha oturaq hala gətirir. Bu və digər faktorların nəticəsində də həqiqətən də bütün dünyada da o tendensiya var. Təbabətin, kardiologiyanın, kardiocərrahiyyənin bu qədər inkişafına baxmayaraq təəssüf ki, ürək-damar xəstəlikləri getdikcə daha gəncləşir. Bu xəstəliklərə bağlı ölüm halları da daha gənc insanlarda qarşılaşılır. Doktor, fiziki aktivlik deyəndə detallara varmaq istəyirdim burada. Biz konkret olaraq nə etməliyik? Gün ərzində məsələn yerimək, idman eləmək, qaçmaq nə qədər eləməliyik? Neçə saat eləməliyik ki, deyək ki, bugün daha praktik və real deyim də. Yəni əgər biz hər gün, təbii ki, real həyatda hamı hər gün hansısa idman zalına getsin və ya harasa getsin, bu çox real olmaz da bütün cəmiyyətdə, bütün təbəqələr üçün, amma mənim real məsəl üçün biz bunu edə bilərik. Hər gün özümüzə 30 dəqiqə vaxt ayırsaq və 30 dəqiqə iti addımlarla yeriyə bilsək, hər gün. Bu, bizim ürək sağlamlığımızı qorumaq üçün əmin olun ki, özümüzə edə biləcəyimiz ən böyük yaxşılıqdır. 30 dəqiqə iti addımlarla yerimək, düşünürəm ki, biz əslində bunu istəsək hamımız, yəni evdar qadınından tutun, nə bilim, hər işi görən insana qədər biz bunu məncə edə bilərik. Siz də bu barədə danışdınız. Ümumiyyətlə, hətta sadə vətəndaşlar belə artıq deyirlər ki, qidalar məhv eləyir bizi. Bu barədə əslində məlumat verdiniz. Sadəcə olaraq 3 ən böyük ürəyimizə ziyan olan qidaları sıralamağınızı istəyərdim. Bir, hazır qidalar, yəni ürəyimizə ən zərərli qidalar, hazır qidalar, hansı ki bu fast food dediyimiz, çox təəssüf ki, övladlarımıza, uşaqlarımıza da sevərək yedirdiyimiz, uşaqlarımızın da çox sevərək yediyi fast food qidalar. İkinci, hazır qazlı içkilər, zərərli olan. Və üçüncü də çox yağlı və çox ətli qidalar. Bunlar bizim ürəyimizə ən zərərli olan qidalardır. Faydalı olanlarsa bunların tam tərsi düşünə bilərsiniz. Doktor, sual yarandı məndə yenə. Bizə adətən deyirdilər ki, ət ye, ət ye, ət ye. Uşaq vaxtları yəqin ki, mənim yaşımda olan insanların çoxuna bu söz deyilib də, ət ye, sağlam ol, ət ye. İndi biz ət yeyək, yeməyək, necə yeyək? Xeyr, ət yeyək. Mən qətiyyən xüsusilə bugün sosial mediada baxsanız, ət yeməyin və ya hansısa qidanı, yumurta yeməyin, onu yeməyin, nə diyeti eləyin, keto diyet, o diyet, bu diyet. Bunlar bir mənalı olaraq biz bu işin mütəxəssislər olaraq, mən bir kardiocərrah olaraq bir mənalı şəkildə məsləhət görmürəm. Ət yemək lazımdır. Buna istər quş ətləri olsun, istər digər heyvan mənşəli qırmızı ətlər olsun. Bunları yemək lazımdır. Amma xüsusilə 40 yaşından sonra, sizin kimi gənclərə bu çox aid olmaya bilər, amma xüsusilə 40 yaşından sonra qırmızı əti həftədə 1-2 dəfəyə azaltmaq lazım. Yəni bu qırmızı ət deyəndə söhbət qoyun əti və ya mal ətindən gedir. Yəni bunu daha sadə dildə desək, xüsusilə 40 yaşından sonra biz Azərbaycanlılar da bunu gündəlik rasionumuzda ciddi şəkildə azaltmalıyıq və bunu həftədə 1-2 dəfəyə endirməliyik. Amma bu yox, tamamən yeməyin, heç ağzınıza almayın, dilinizə vurmayın, mən əsla o doğru deyil. Doktor, paytaxtda yaşayan insanlar xüsusilə ən azı deyərdim 1 saat, 2 saat tıxacda qalırlar. Hətta daha çox qalanlar da var. Tıxaclar ürəyimizə necə təsir edir? Çox mənfi təsir edir. Tıxaclar başda olmaq şərtindən, İlqar bəy bunu deyim ki, o biraz əvvəl də sizin sualınızdan verdiyim cavaba əlavə də ola bilər. Ürək-damar xəstəliklərində getdikcə geniş yayılmasının, o cümlədən cavanlaşmasının ən vacib səbəblərindən biri də
xroniki stressdir. Hansı ki, yəqin ki, biz hamımız o yarım saatlarla, saatlarca tıxacda gözləyəndə hər halda heç birimizi özümüzü çox xoşbəxt hiss eləmirik. Bu və ya digər dərəcədə stres yaşayırıq və bu da elə birinci insan orqanizmasına ziyanı məhz ürək-damar sisteminin üzərində çox mənfi təsir olur. Bu bir mənalı belədir. Doktor, ürək nə vaxt dincəlmək istəyir bəs? Ürəyimiz həkimlik, tibbi tərəfdən baxanda nisbətən yatdığımız zaman dincəlir və ona görə ürək sağlamlığı üçün vacib şərtlərdən biri də keyfiyyətli yuxudur. Yəni yetişkin bir insan üçün danışıram. Biz ürək sağlamlığımız üçün bir sutkada, bir gündə ortalama 7-8 saat keyfiyyətli yatmaqla biz ürəyimizi də nisbətən dincəldirik və ürək sağlamlığımıza onun çox ciddi müsbət təsiri olur. Düzdür, biz yatdığımız zaman da ürəyimiz yenə də əlbəttə ki, fəaliyyətinə davam edir, amma daha sakit, daha rahat bir şəraitdə işləyir. Ona görə nisbi mənada deyə bilərik ki, bəli, biz yatanda ürəyimiz dincəlir. Ona görə ürək sağlamlığı üçün də gündə 7-8 saat keyfiyyətli yuxu olmazsa olmaz şərtlərdən biridir. Bir də doktor, dəqiqləşdirmək istəyirəm, gecə yuxusu, gündüz yuxusu. Gecə yuxusu. Gündüz yuxusu da vacibdirmi? Gündüz yuxusu barəsində məsələ tibbi tərəfdən çox mübahisəlidir. Amma insanın bioritmi elə planlaşdırılıb ki, gecə yuxusu insan fiziologiyası və biologiyası üçün şərtdir. Bəs gecə hansı saatlarda yatmağımız daha məsləhətdir? Bəli. İndi gecə 11 ilə 7-8 arasında siz özünüzə görə onu 1 saat irəli, yarım saat gerinin çox tibbi cəhətdən prinsipial əhəmiyyəti olmaya bilər. Amma bizim bioloji dizaynımız elə dizayn edilib ki, biz o saatda yatmalıyıq. Çünki milyonlarca maddələr məhz o yatdığımız saatlarda ifraz olunur və milyonlarca maddə də gündüz ifraz olunan maddələr o saatda ifraz olunmur bədənimizə, qanımıza. Ona görə bizim bioloji dizaynımız, bioloji ritmimiz ona görə proqramlanıb. Yəni, əgər siz deyirsiniz ki, yox, mən başa düşdüm həkimsiz, mən 7-8 saat gecə yatmayayım, gündüz yatım. Bu da düzgün deyil. Bu da tibbi bizim biologiyamıza və fiziologiyamıza ziddir. Məhz gecə o saatlarda biz yatmağımız daha məqsədə uyğundur. Doktor, son sualım. Buyurun. Sevgi olmadan ürək sağlam ola bilər? Olmaz. Olmaz. Ürəyinizin sağlam olmasını istəyirsinizsə, ürəyinizi sevgi ilə doldurmalısınız. Çünki ürək sərhədsiz bir orqandır. Bura hər cür sevgiyə yer var sizin ürəyinizdə. Bura özünüzü sevməkdən başlayaraq atanız, ananız, ailə üzvləriniz, həyat yoldaşınız, övladlarınız, mənsub olduğunuz millətiniz, vətəniniz və bütün insanları sevə bilərsiniz. İnsan ürəyində bunların hamısına yer var. Kimin ürəyi daha çox sevgiyə köklənibsə, sevgi ilə doludursa, o ürəklər daha çox sağlam olur. Və o latınca vice versa deyirlər də, bunun tam tərsi keçərlidir. Kimin ürəyində xəbis hisslər, nifrət, kin doludursa, əmin olun ki, o insanların ürəyi daha qeyri-sağlam olur və o insanlar daha az yaşayır. Təşəkkür edirəm doktor. Minnətdaram səmimi müsahibəyə görə. Sizi son olaraq bir daha təbrik edirəm və uğurlar arzulayıram. Çox təşəkkür edirəm mən sizin hamınıza. Belə, qonağımız Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı professor Kamran Musayev idi. Növbəti yayımlarda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.